Bismillahirrahmanirrahim və bihi nəstəin. Orucluğun fəziləti barədə mövzumuz davam edir. Orucluğun bir çox fəzilətləri var. Ramazan ayının fəziləti, dərəcəsi Allah dərgahında böyükdür. Və təbii ki, əgər bir ay, bir gün fəzilətlidirsə, onda edilən əməllər də fəzilətlidir, bərəkətlidir və daha çox savabı var. Orucluq günlərində, Ramazan ayının günlərində bir çox gözəl əməllər var. Məsələn, fərdi əməllər var və həmçinin də ictimai əməllər var. Fərdi əməllər insanın oruc tutmaqdan əlavə, vacibatdan əlavə dua etməsi, ibadətlə məşğul olması, müstəhəb namazlar və xüsusi günlərin əməllərini yerinə yetirməsidir. İctimai əməllər də öz yerində. Onlardan da biri iftar süfrələri təşkil edib və iftar verməkdir. Bu da Ramazan ayında gözəl və bərəkətli əməllərdəndir. Duaların birində belə buyurulur: Allahumma habbib iləyyə fihil ihsan. İlahi, bu Ramazan ayının günlərində ehsan etməyi, yaxşılıq etməyi bizlərə sevdir. Və kərrih iləyyə fihil fusuqa vəl-isyan. Və bu Ramazan ayının günlərində üsyan etməyi, günah etməyi, pis əməllər görməyi bizdən uzaq et. İnsan bu duanı bu gözəl günlərdə özü üçün etməlidir və duadan sonra əməli şəkildə də yaxşı əməllərə üz tutmalıdır, ehsan əməllərə üz tutmalıdır və pis əməllərdən həm də əməllə, öz cəhdi ilə çəkinməlidir. İftar süfrəsi təşkil etmək ehsan əməllərdəndir, yaxşı əməllərdəndir, Allah dərgahında bəyənilən əməllərdəndir və həm də ictimai əməldir ki, Ramazan ayında insan iftar süfrəsi açar və iftar süfrəsinə bir neçə oruc tutanları dəvət edə, bu insanların bir-birinə birləşməsi, yaxınlaşması və dərdləşməsi deməkdir. Bəli, Hz. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmdən də iftar barədə hədis var. Peyğəmbər, Allahın salamı ona və ailəsinə olsun, hədislərin birində buyurur ki, bu ayda oruc tutan möminlərə iftar verən şəxsə Allah Taala çox böyük savab verər. Savabı nədir? Peyğəmbərimiz buyurur ki, savabı budur ki, əgər bir şəxs möminlərə iftar verərsə bu ayda, sanki əsirlikdə olan şəxsi əsirlikdən azad etmişdir. Keçmişdə etdiyi günahları bağışlatdırmışdır. Görün, bu ayda iftar verməyin savabı Allah dərgahında bu qədər mühümdür, savabı çoxdur və bərəkətli bir əməldir. Allah Taala bu ayda iftar verənə həm əsirlikdən azad etdiyi insanın savabını verir, yəni bir insan əgər iftar verərsə, sanki əsirlikdən bir insan azad etmişdir. Bu qədər savabı var. İkinci, Allah Taala, Peyğəmbərimiz buyurur ki, onun keçmiş bütün günahları bağışlanmış olacaq. Bu baxımdan insan Ramazan ayında, bu gözəl ayda oruc tutmaqla yanaşı, vacibi ibadətlərini yerinə yetirməklə yanaşı, həm də fərdi və ictimai, müstəhəb və savabı çox olan əməlləri də gərək tərk etməsin. Şərt deyil insan yüksək səviyyədə iftar süfrəsi açsın. Yəni, bütün naz-nemətləri, qidaları iftar süfrəsinə düşsün. İftar süfrəsi sadə də ola bilər. Yəni, hətta hədislərdə deyilir ki, bir içim su və bir xurma ilə belə insan bir insana iftarını açmaq üçün versə, bir içim su və bir xurma. Bunun da böyük bir savabı var. Bu da iftar sayılır. Hər kəs iftar verərsə, öz gücü səviyyəsində, öz imkanı səviyyəsində israfçılığa yol vermədən iftar verə bilər.